Mənim dostlarım İranla bağlı söhbət eləyəndə, İran anti-İslam Cumhuriyyəti deyəndə həmişə mənə etiraz eləyirlər ki, bu ağır ifadə oldu. Amma bugün həmin o dostlarımdan burada iştirak edənlər də var. Onlar bu ifadənin nə dərəcədə doğru və yerində olduğunu təsdiqlədilər öz çıxışları ilə. İran nəinki anti-İslam Cumhuriyyətidir, həm də anti-insani bir cumhuriyyətdir. Allahın insana verdiyi haqqını əlindən alır. Türkün Allahın ona verdiyi doğal dilini əlindən alır. Konstitusiyasında yazmasına baxmayaraq onun dilinə təcavüz eləyir və qoymur o dildə məktəb açılsın, o dildə danışmağı qadağan eləyir. Son baş verənlər, konkret müzakirə mövzusu olan bugünkü gündəmi tutan bu iki məsələ elə belə sıradan bir məsələ deyil. Burada xüsusi olaraq deyilir ki, məsələn, şiəliklə bağlı. İran heç İslam deyil, axı, siyasəti İslam deyil, nəinki bir təriqətin sahibi olsun, bir şiəliyə sahib dursun. İslamın əleyhinədir deyə, təbii ki, onun şiəliyi də boş bir şeydir. Bu, tarixi baxımdan İslam yaranan gündən bugünkü günə qədər bu coğrafiyada, bugünkü fars şovinizmin yürütdüyü siyasətin bir növrəsi belə qoyulub. Həzrəti Məhəmməd əleyhissalam zamanından ta bugünkü günə qədər İranın siyasət yürüdənləri və İran fars şovinist siyasətinin sahibləri həmişə İslamın əleyhinə olublar. Birinci gündə də, bugünkü axırıncı günlərdə də. Ona görə də buradan nəsə gözləmək ki, bizə bu məsələdə İran İslam Cumhuriyyəti bunu etmədi və s. Bizim insanlarımızın çoxsunun qafası qum saatı ilə işləyir. Bizim adamlarımızın çoxsu 5-ci, 6-cı sinifdən aparılır. Azərbaycan türk dilinin qrammatikasını bilməsə də fars dilini çox gözəl öyrənirlər və o dediyiz ordu, dediyiz o məscidlərdə toplaşan adamların əksəriyyəti həmin adamlardır. Onlar birbaşa bağlıdırlar həmin o müctəhidlərə, təhsil aldıqları adamlara və s. Ona görə də hal-hazırda İranla bağlı məsələ olanda nəinki o dindarlar, nəinki o ala təhsil almış adamlar, öz dilini bilməyən amma farscanı çox gözəl mənimsəmiş adamlar, fars siyasətinə uyğun siyasət yürüdən adamlarla yanaşı, həm də siyasilər də var ki, bu məsələdə daim İranın tərəfində dururlar. Əslində şiəliyi müdafiə eləməklə bugünkü fars şovinizmi 1-ci Pyotrun vəsiyyətlərini yerinə yetirir. Bütövlükdə İslamı parçalamaqla məşğuldur. Bütövlükdə İslam dünyasının özündə bu güya ki şiəliyə sahib durub, üzr istəyirəm, güya ki bir İslam dövlətidir və amma biz bilirik ki bizim Şuşada məscidlərimizin başına nə oyunlar gətirilib. Biz bilirik ki bizim qız gəlinlərimiz nə gündədir, əsirlərimiz nə gündədir, ərazimiz nə gündədir. Bu hansı şiə dövlətidir və yaxud İslam dövlətidir ki, bugün erməninin tərəfindədir. Ona görə də biz artıq 20 ildir ki, hər il 31 dekabrda biz İran İslam Cumhuriyyətinin, daha o sadəcə olaraq efirə görə bunu deyirəm, əslində İran Anti-İslam Cumhuriyyətinin Bakı Böyük Elçiliyi qarşısında öz qətnaməmizi təqdim eləyirik, piket keçiririk orada və həmişə də bunu tələb eləmişik. Axırıncı etdiyimiz tələbləri sadəcə olaraq burada bir daha səsləndirmək istəyirəm ki, KXCP olaraq biz İran İslam Respublikası hökumətindən tələb edirik. Qəbul etdiyi öz konstitusiyasına və imza atdığı beynəlxalq sənədlərdə nəzərdə tutulan müddəalara əməl etsin. Azərbaycan türklərinin hüquqlarını müdafiə edən fəallara qarşı həbslərə və edamlara son qoysun. Azərbaycan türklərinin ana dilində təhsil almasına, azad mətbuat yaratmasına və ana dilində radio, televiziya verişlərinin yayımlanmasına şərait yaratsın. Azərbaycan türklərinin tarixini saxtalaşdırmasın. Türklərin yaratdığı maddi mədəni, mənəvi mədəniyyət nümunələrini barbarcasına məhv edilməsinə son qoysun. Türklərin tarixi və tarixi şəxsiyyətlərinin farsların adına çıxmasın. Azərbaycan türklərini fars şovinizmin girovuna çevirməsin. Adını İslam Respublikası əhalisini müsəlman adlandırıb, Quzey Azərbaycan Respublikasının 20% torpaqlarını xarici ağalarının hərbi yardımı ilə işğal edən, Xocalıda soyqırım törədən 1 milyon müsəlman türkü öz yurd yuvasından didərgin salan, Qarabağda məscidləri təhqir edən ermənilərlə və Ermənistanla bütün əlaqələrə son qoysun. Fars-Erməni dostluğuna son qoysun. Anti-İslam, anti-Türk siyasətinə son qoysun. 31 dekabrda bizim təqdim elədiyimiz bu qətnamə bu gün də öz aktuallığını saxlayan və hələ ki bütün bu məsələlər həll oluna qədər aktuallığını qoruyacaq bir sənəddir. Təşəkkür edirəm, sağ olun.